Deməli, Xubiyarlı ərazisidir. Xubiyarlı ərazisində köhnə beton zavodun karyeridir buralar. Deməli, bu insanlar gölün qırağına gələn yolları məhv eləyirlər ki, yəni belə çıxır ki, yəni bura cəmaət gəlib balıq tutmağa, ya nə bilim heyvan otarmağa bunlar gəlməməlidirlər. Baxın. Yəni burada balıqçılıq təsərrüfatı yaradırlar. Yaradın, sizə kim nə deyir ki? Yaradın, qoy balıq bol olsun. Amma sən niyə bu gölün qırağını bu günə qoymalısan? Niyə maşın yolu sən saxlamamalısan, qardaş? Niyə? Yəni bu xalqında belə şey olar. Bu nədir belə? Bu da balıqçılıq təsərrüfatı. Tanıdığımız adamdır. Olmaz axı belə. Sən oradan biraz yol açmısan, torpaq, yağış yağanda oraya gəlmək olar. Kiminsə dədəsinin, babasının deyil axı, belə olmaz axı, hər şeyin bir həddi hüdudu var da.